Salam, elektrik sahəsinin intensivliyi, yüklü zərrəciklərin elektrostatik sahədə hərəkəti başlığından DİM 2025 test toplosuna baxırıq. Sual 1-də ədədi qiymətcə elektrik sahəsində verilmiş nöqtəsində vahid müsbət yükə təsir edən qüvvə adlanır elektrik sahəsinin intensivliyi D variantı. İkinci sualda hansı nöqtədə elektrik sahənin intensivliyi ən böyükdür? Baxırıq ki, bu sahə bircins sahədir. Hardan bilirik? Baxın, iki dənə xəttin arasındakı məsafə axıra qədər eyni gedir. Yəni, məsələn, başlanğıcda nə qədərdirsə, sonda da o qədərdir. Məsafələr dəyişmədiyi üçün başa düşürük ki, bu bircins sahədir. Bircins sahənin bütün nöqtələrində intensivliklər bir-birlərinə bərabər olur. Üçüncü suala baxaq. Üçüncü sualda, bax, bu cəmiyyəti qaldırıb yerinə bir K yazsaq, K vurulsun Q bölünsün R-in kvadratı bizə nəyi verər? İntensivliyi verər. İntensivlik hardadır? Demək, D variantında. Üçüncü suala baxırıq. Dördüncü daha doğrusu. İntensivliyi Y olan elektrik sahəsi tərəfindən Q yükünə təsir edən qüvvə, deməli, hansı ifadə ilə təyin olunur? Baxırıq, qüvvə nə idi? F bərabər idi Q vurulsun Y-yə. Bu da hansıdır? Y variantı. Elektrik sahəsinin intensivliyi hansı ifadə ilə təyin olunur? F bölünsün Q, A variantı 5-də. 6-cı sualda elektrik sahəsinin intensivliyinin vahidi hansıdır? Gəlin, baxaq. İntensivlik bərabərdir F bölünsün Q-dən. F-in yerinə yazsaq Newton, Q-nün də yerinə yaza bilərik Coulomb. Bu da hansıdır? C variantı. 7-ci sualda şəkildə təsvir olunmuş qüvvə xətləri bircins sahəyə uyğundur. Baxın, bayaq da xatırlatdığım kimi bircins deyirsə nəyə baxırıq? Aradakı məsafələr dəyişmir, sona qədər eyni qalır. Məsələn, A üçün baxsaq, buradakı aradakı məsafə bu qədərdirsə, ikinci ilə aradakı məsafə bu qədərdir. Və ya B də burada fərqlidir, burada fərqlidir. Ən eyni olan, yəni ən uyğun gələn C variantıdır. Y-nin özündə baxın, məsafələr fərqlidir. 8-də yenə bizdən soruşur bircins hansı olar? B variantı. 9-a baxırıq. Nöqtəvi yükün elektrik sahəsinin intensivliyinin modulu yükdən olan məsafədən necə asılıdır? Kvadratik tərs asılıdır. Tərs də harda var? A variantında var. Düsturu da yazaq hər ehtimala qarşı. Y bərabərdir K, Q, R-in kvadratı. Gördük ki, R-in kvadratı ilə tərs asılıdır. Gəldik 10-cu suala. İndi isə F ilə E-nin arasındakı münasibətə baxaq. F bərabərdir nəyə? F bərabərdir Q vurulsun Y-dən. F intensivliklə düz asılıdır. A variantı. 11-ci sualda. Kvadratın təpələrində modulca eyni olan 4 dənə yük var. Yekun intensivliyi soruşursa bizdən. Baxıram ki, baxın, kvadratların təpəsində qarşı-qarşıya olan yüklər eyni işarəlidirlərsə, onlar bir-birlərini sıfırlayacaqlar. Necə? Gözləyin, bunu da göstərim. Baxın, məsələn, bu yük, ortada hər zaman özümüzdən bir müsbət yük yazırıq. Özləri verməyibsə, ortada özümüzdən mütləq bir müsbət yük yerləşdirək. Davam eləyək. Baxın, məsələn, bu yük özündən itələyəcək bu müsbəti bu tərəfə, düzdür? Bu birisi yük də özündən digər tərəfə itələyəcək. Və ədədi qiymətləri eyni olduğu üçün bir-birlərini sıfırlayacaqlar. Yəni, qarşı-qarşıya eyni yüklərin intensivliyi sıfır olur. Bunlar işi bitdi, getdi. Gəldik digərlərinə. Ortaya bir müsbət yük yazsaq, baxın, bu müsbət yükü neyniyər? İtələyər, özündən çıxar. Ancaq burada mənfi olduğu üçün mənfi neyniyər? Özünə doğru çəkər. Və hər ikisinin intensivliyi 7 isə toplam 2Y olar. Hansı istiqamətdə? 5 istiqamətində. D variantı. Gəlirik 12-ci suala. 12-ci sualda yükləri müəyyən eləməliyik. Müsbət yükdə qüvvə xətləri özündən çıxır, mənfiyə daxil olur. Baxın, burada özündən çıxıb deyə bilirik ki, müsbətdir. Bura daxil olduğu üçün bilirik ki, mənfidir. Müsbətin və mənfinin olduğu D variantı. 13-cü suala baxaq. Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsinə görə A və B kürəciklərinin yüklərinin işarəsini müəyyən eləyək. A-da baxın, özünə daxil olur qüvvə xətləri. Bizə dəqiqə səhv yazdıq. Mənfi. Bu deməkdir ki, bu mənfidir. B-də də özünə daxil olur. Bu deməkdir, bu da mənfidir. Niyə mənfi deyib müsbət yazıram? Hər ikisi mənfidir. Hər ikisinin mənfi olduğu Y variantı.
Gəldik 14-ə. 14-də 2 dənə yük verib və deyir ki, intensivlik nə zaman 0 olar? Baxın, intensivlik, gəlin ilk öncə qaydanı, formasını deyim, sonra bir qayda deyəcəm, onu əzbərləyin. Baxaq ki, məsələn, tən ortada rastgele bir dənə müsbət yük yerləşdirirəm. Bax, bu müsbət yük özündən itələyəcək bu tərəfə intensivlik olaraq. Bu da özündən digər tərəfə itələyəcək. İndi hansı böyükdürsə o tərəfə gedir. Hər ikisinin də yükü eyni olduğu üçün bir-birlərini sıfırlayırlar. Yəni, baxın indi, əgər yüklər eynidirsə işarəsi, məsələn, hər ikisi müsbət və ya fərqi yoxdur, heç müsbət deyil, mənfidir. Eyni işarəlidirlərsə, onda bu yüklərin sıfırı tən ortada yerləşəcək. Yox, əgər işarələr fərqlidirsə, biri müsbət, biri mənfidirsə məsələn, onda ortada ola bilməz heç vaxt. Kənarlarda olacaq. İndi ona uyğun da inşallah sual çıxar qarşımıza, qaydasını göstərərik. Bəs yaxşı, indi burada deyəsən dimdə elə bir sual yoxdur. Hər ehtimala qarşı mən onu da deyim. Məsələn, deyir ki, burada 2 yox, 4 olsa nə baş verərdi? 2 olduğu üçün, hər ikisi eyni olduğu üçün biz tən ortanı götürdük də. Ancaq burada 4 olsa nə edərdik? 2-nin 1-ə nisbətindədir də, düzdürmü? Bax, bu 2, bu 1. Və yaxud da 4 deməyək də, bizə dəqiqə. Burada deyək ki, 8 olardı, burada 2, hə? Bunlar nədir? 4-ün 1-ə nisbətində. Və aradakı məsafə ilə də kvadratik tərsi asılı olduğu üçün hər zaman yadınızda saxlayın ki, kiçik yükə yaxın yerdə yerləşir. Və necə 4-ün 1-ə nisbətində. Bax, burada yerləşər. 0 nöqtəsi. Gəlirik növbəti suala. Yenə baxaq, yüklər eyni işarəlidir, eynidirlər. Deməli, tən ortada 0-a bərabər olmuş olar intensivlik. 16-cı suala baxaq. Nöqtəvi yükün özündən r məsafədə yaratdığı elektrik sahəsinin intensivliyi y olarsa, 3r məsafədə nəyə bərabər olar? Biz bilirdik ki, intensivlik radiusla kvadratik tərs asılıdır. Ancaq hər ehtimala qarşı düsturumuzu yazaq ki, siz də əzbərləmiş olarsınız çoxlu görüb. İnşallah ki, əzbər bilirsiniz, yəni bilməyənlər varsa. Baxaq indi. Əgər r məsafədə intensivlik edirsə, məsafə artıb olur 3r. 3-ün kvadratı nədir? 9. Yəni, bu 9 dəfə artsa, intensivlik də tərs asılı olduğu üçün 9 dəfə azalar, olar 1 bölünsün. 9 B variantı. Gəldik digər suala. Bu səfər R nöqtəsindəki intensivlik Y olarsa, bu səfər R-i 3 dəfə azaldıb. R-lə də kvadratik tərs asılı olduğu üçün intensivlik 3-ün kvadratı olan 9 dəfə tərsinə. İntensivlik bu səfər artar, olar 9y. 9y. Çünki radius azalıbsa, məsafə azalıbsa, deməli intensivlik artacaq. Nə qədər? Onun kvadratı qədər. Digər sualda deməli hansında sahəsinə, elektrik sahəsinə qüvvə xətləri, deməli biz bilirdik ki, qüvvə xətlərində müsbətdən çıxır, mənfiyə daxil olur. Baxın, bu C variantını götürə bilmərəm, çünki müsbətə daxil olur oxlar. Bunu da götürə bilmərik, çünki müsbətə daxil olur. Burada isə ətrafında fırlanırlar. Burada da müsbətdən biri çıxır, biri girir. Belə bir şey də mümkün deyil. Burada da ətrafında fırlanır. Bir dənə qaldı B variantı. Özündən çıxır hər halda. Mənfi nöqtəvi yükün mənfidə nə edirdi? Özünə daxil olurdu. D variantı. 20-ci sualda intensivliyi 2 olan biznes elektrik sahəsində 8 nöqtəvi yükə təsir edən qüvvəni hesablayın. Qüvvə nəyə bərabər idi? F bərabər idi. Y vurulsun Q-yə. F bərabərdir. Y-nin yerinə, intensivliyin yerinə yazıram 2. K var deyən, deməli o K nə deməkdir? Minə vurmaq deməkdir. 10 üzərində 3-ə vururam. Bir dəfə də nə edirik? Bunu vururuq yükə. 8-ə. 8-də sadəcə bir məsələ var. MK kulon söhbəti var burada. MK nə deməkdir? Vurulsun 10 üstündə 6 deməkdir. Mənfi 6. M sözü varsa, bunları çalışın ki, ayrı-ayrılıqda əzbərləyəsiniz. Daha doğrusu MK. MK söhbəti 10 üzəri mənfi 6-dır. Çünki M-in özü varsa, 10 üzəri mənfi 3-dür. MK varsa mənfi 6-dır. Neysə, gələk burada 2-ni vururam 8-ə, eləyir 16. Bu 3 ilə də bu 6 ixtisar gedir. Yerdə qalır 10 vurulsun mənfi 3. Bu da eləyir 16. Axı biz dedik ki, mənfi 3 olanda M olurdu. Onda D variantı uyğun gəlir.
Bircə dəqiqə, burada sual, sualın biri qalıbdı. Buna da baxaq. Bax, intensivlik 2-dir və qüvvəni də 32 veribsə, yükü soruşursa, yük bərabərdir F bölünsün Y. Bu belə. İndi F-in yerinə nə yazırıq? 32. Ancaq bir məsələ var ki, M-nlə verdiyi üçün vururuq 10 üzəri -3-ü. Bir dəfə də bunu vururuq intensivliyə 2-yə, K olduğu üçün vururuq 10 üzəri -3-ü. Bunlar ixtisar gedir, qalır 16. Aha, bax, buradakı bu 10 üstü -3-ü yuxarıya 10 üstü -3 kimi çıxarsaq, üstlər toplanır, eləyir -6. -6 da bayaq nə demişdik? 16 vurulsun, 10 üstündə -6 nə idi? MK. 10 üzərində -6 da MK-dır, bu da oldu A variantı. Yə baxırıq. Nöqtəvi yükün verilmiş nöqtədə elektrik sahə intensivliyinin bu yükün miqdarından asılılığı necə asılıdır? İndi buna baxaq. Bayaqki düstura əsasən Y bərabərdir K, Q, R-in kvadratı ilə. Baxıram, intensivlik Q ilə düz asılı olmuş oldu. Gəldik növbəti suala. 23-ə baxırıq. Başladıq. Baxıram ki, bax, bu qüvvə xətlərinə əsasən biz bilirdik ki, müsbətdən çıxırdı, mənfiyə daxil olurdu. İlk öncə gəlin bunları yazaq. Sonra əlimizdə var bir dənə elektrik sahəsində hərəkət edən elektron, yəni mənfi yük. Onda mənfi yükü, baxın, indi burada 2 dənə sual var. Bir, sürətin istiqaməti, hərəkət istiqaməti. Sürətin istiqamətini özləri bizə verib sağ tərəfə. Ancaq bizdən soruşurlar qüvvənin istiqaməti. Qüvvə soruşursa, sürət bizə maraqlı deyil. Qüvvəni soruşur, vəssalam. Mənfini nə cəzb edər? Müsbət. Deməli, bu tərəfədir qüvvə, sol tərəfə. Yəni, əksi tərəfi götürür. Məsələn, mənfidirsə, müsbət tərəfi götürürük. Müsbətdirsə, mənfi tərəfi götürürük. İndi bu oldu B. Gəldik bura 24-ə. Yenə təsir edən qüvvəni soruşur bizdən. Sürətin istiqaməti mənə maraqlı deyil. Burada nə var? Elektron, mənfi var, düzdür? Bu tərəf müsbət, bu tərəf mənfidirsə, qüvvə xətlərinə görə görürsünüzmü? Onda mənfi neyniyər? Müsbətə tərəf hərəkət edər. Yəni, qüvvə xətləri S istiqamətində olar. Yenə sürətin istiqamətinə baxmırıq. Bizə lazımdır qüvvənin istiqaməti və bu nədir? Protondur. Proton necə yükdür? Müsbət yükdür. Və qüvvə xətlərinə əsasən də bu tərəfi müsbət, bu tərəfi mənfi yazsaq, müsbət neyniyər? Mənfiyə tərəf yol alar. Yəni, mənfi müsbəti cəzb edər. İstiqamət olaraq oldu Y variantı. 26-ya baxaq. Yenə sürətə baxmırıq, qüvvəyə baxırıq və burada nə var? Proton var. Burada müsbət, bu tərəfdə mənfidirsə, proton neyniyər? Mənfisinə tərəf gedər. Bu da harda var? A variantında. Gəldi. 27-ci sualda elektrik sahə intensivliyi 120-dir və həmin nöqtədə yerləşən Q sınaq yükünü 2Q sınaq yükü ilə əvəz eləsə, intensivlik necə dəyişir? Baxın, intensivlik sınaq yükü ilə asılı deyil. Ona görə necə var, elə də qalacaq. Burada nöqtəvi yük desəydi, ümumiyyətlə hansısa bir yükdən söhbət getsəydi, sınaq sözü varsa, asılı deyil, qutardı. Getdik 28-ə. Yenə, baxın, yenə sınaq yükündən söhbət gedirsə, necə var, elə qalacaq. 29-da. Baxaq, A və B nöqtələrinin intensivlikləri arasındakı münasibətlərə baxaq. Baxıram ki, Q həmin Q-dür, yük eynidir. İntensivlik də Y bərabər idi. K, Q, R-in kvadratı olduğuna görə Q eynidir. K da hər kəs üçün eynidir. Qaldıq məsafə ilə baş-başa. Məsafə ilə də kvadratik tərs asılıdır. Onda B nöqtəsinin məsafəsi R-dirsə, A nöqtəsində məsafə 2 dəfə artır. Məsafə 2 dəfə artırsa, intensivlik azalacaq. Həm də necə? 4 dəfə 2-nin kvadratı qədər. Onda B nöqtəsindəki intensivlik Y-dirsə, A nöqtəsində Y bölünsün 4-dür. Yəni, A-da balaca olduğu üçün A-nı 4-ə vururuq. Bu da olur C variantı.
30-cu sualda nə zaman sıfıra bərabərdir? Nə zaman sıfıra bərabərdir? Əgər qarşı-qarşıya olan yüklər bir-birlərinə bərabərdirsə. Əks halda sıfır ola bilməz. Hətta gəlin səbəbinə də baxaq, niyəsini də bilək də. Məsələn, bax burada ortada bir dənə müsbət yük yazsam. Bax bu yük onun bir dəqiqə. Yükün biri onu itələyər bu tərəfə. Bu birisi də itələyər bu tərəfə. Nəhayət bir-birlərini sıfırlayarlar. Ancaq C variantında bu müsbət neynir? Özündən çıxır bu tərəfə, mənfi isə özünə çəkir. Görürsüz, ikisi alındı. Y-də elə bir dənədir, bunun da intensivliyi var. Burada baxın, qiymət artıqdır, ona görə qiymət artıq olduğuna görə var. Ancaq ikisi də eyni və eyni işarəlidirsə, orada mütləq sıfıra gedəcək. Gəldik 31-ci suala. 31-ci sualda maraqlı bir sual var. Sıfır nöqtəsində yekun intensivliyə baxmalıyıq biz. İndi ilk öncə neyniyək? Baxaq, bax Q1-ə. Q1 neyniyir? Müsbətdir, özündən çıxır. Özündən çıxdı bu tərəfə. Q2 də müsbətdir, bu da özündən çıxardacaq. Deməli, x-nin əvəzləyicisi tən ortadan götürürük. Bu da oldu 4D variantı. 32-yə baxırıq. 32-də baxıram ki, hər ikisi mənfidir. Hər ikisi neyniyəcək? Özünə çəkəcək. Onda tən ortadan əvəzləyicimiz 1 istiqamətində C olar. 33-də tərəfi A olan kvadratın bir təpəsinin nöqtəvi yükü Q olarsa, gəlin baxaq birlikdə. Burada bir nöqtəvi Q yükü var. İlk öncə gəlin B nöqtəsinə baxaq. B nöqtəsində intensivliyin qəşəngcə düsturunu da yazaq, çağırmayaq. Ümid edirəm ki, o qədər yazacağam ki, axıra çıxanda əgər əzbər bilmirsinizsə də əzbərləmək məcburiyyətində qalasınız. Baxaq indi. Q ilə düz aslıdır, R kvadratı ilə tərs aslıdır. İndi burada Q elə həmin Q-dür. R-in yerinə də A var. Məsafənin yerində də A var. Və baxıram ki, A nöqtəsində də eynidir. Məsafə də eynidir, bu yük də eynidir. Onda deyə bilərəmmi ki, A-dakı intensivlik B-dəki intensivliyə bərabərdir. Yazıram ki, A bərabərdir B-yə. İndi gəlirəm əsas məsələyə, C nöqtəsinə. C nöqtəsində K həmin K-dır. K hər kəs üçün eynidir. Q də həmin Q-dür. Q ilə də işim yoxdur. Gəldik R-ə. Bayaqdan R ay idi, düzdürmü? İndi baxaq. Buradan bura qədər məsafəni gəlin hesablayaq. Tərəfin hər ikisi A-dırsa, bu da düz bucaqlı üç bucaqdır. Katetlər A-dırsa, hipotenus nəyə bərabər olurdu? A kök altında 2-yə. Pifaqorla da tapa bilərsiniz. Ancaq bunu elə bilirəm ki, əzbər bilmək məcburiyyətindəsiniz. Hələ ikinci hissəyə gəlib çıxmısınızsa. Davam edək. Deməli, onda buradakı məsafə olacaq. Bayaqdan biz A idi. İndi oldu A kök altında 2. Neynədir məsafə? Kök altında 2 qədər artdı. Məsafə ilə intensivlik də tərs aslı olduğu üçün, həm də kvadratik tərs aslı olduğu üçün bu kök altında 2 qədər artdısa, məsafə də azalacaq. Nə qədər? Kök 2-nin kvadratı olan 2 dəfə. Onda A və B böyük olacaq C-dən. Neçə dəfə? 2 dəfə. Ona görə C-ni 2-yə vuracağıq. Və yaxud da hədi, burada D variantı elə var uyğun gələn. O 32-də bizdən soruşur neçə dənə artıq elektronun olduğunu və bizə verib intensivlik, bizə verib qüvvə, nə edirik? İlk öncə gəlin Q-nü tapaq. Q bərabərdir nəyə? F bölünsün Y-yə. Buradan F-in yerinə nə yazarıq? 3,2 vurulsun 10 üzərindən mənfi 10. İntensivliyin yerinə nə yazarıq? 2 vurulsun 10 üzərindən müsbət 4. Burada gəlin vergülü sürüşdürək. Burada da sayın birini artıraq. 32-ni də 2-yə böləndə eləsin 16. 16 vurulsun. Burada 10 üzəri 11 var. Bu 4-ü də yuxarı mənfi kimi atanda olacaq 10 üzərindən mənfi 15. Sonra, deməli, baxın, burada verilən sayı bura yazırıq. Mənfi 1,6 vurulsun 10 üzərindən mənfi 19-dursa, deməli, neyniyək? Bax, bunu da 1,6-ya gətirək. Əvəzində burada eləyək 14.
Görək neçəsi artıqdır. İndi bu ifadədən digərini çıxanda, bax bunlar onsuz da sıfırlanır və -19 ilə də -14-ü çıxanda yerdə qalır. Deməli, burada müsbət 10 üzərindən 5. İxtisarımızı aparanda yerdə C variantı qalacaq. Gəlirik 35-ə. İntensivliyi 50 olan biznes elektrostatik sahədə yükü olan elektriklənmiş kürəcik tarazlıq vəziyyətindədir. Kürəciyin, aha. Bax, gəlin bunu təsəvvür eləməyə çalışaq. İntensivliyi bizə verib. Bax, biznes elektrik sahəsi var əlimizdə. Biznes elektrik sahəsi. Burada da bir dənə yük var. Bu yükü hansı qüvvələr tətbiq olunur? Daha doğrusu intensivliyin işarələrini fərqli eləyək ki, tarazlıqdadırsa, deməli ki, intensivlik xətləri bu cürdür ki, bu tarazlıqdadır. İndi ortada bir yük var. Bu yükü aşağıya doğru bir mg ağırlıq qüvvəsi var. Əgər bu yük aşağıya doğru çəkilsəydi, cəzb olunsaydı, onda nə baş verərdi? Bunlar aşağı düşmüş olardı. Əgər tarazlıqdadır deyirsə, deməli bunun Kulon qüvvəsi yuxarıya doğrudur. Və biz elə eləməliyik ki, tarazlıqda olsun deyə. Bunlar bir-birinə bərabər olmalıdırlar ki, bu yük tarazlıqda qalsın. Onda yazıram ki, mg bərabərdir F kulon qüvvəsinə. Kulon qüvvəsinin yerinə nə yaza bilərəm? İntensivlik vurulsun Q. Bizdən nəyi soruşur? Kütləni. Kütləni tapmaq üçün Y vurulsun Q-nü bölərəm J-yə. Onda Y-nin yerinə, intensivliyin yerinə 50 yazırıq. Q-nün yerinə 0,4 N kulon, ehtiyac yox, yazaq da N kulon söhbəti var. Onu da hesaba qatmalıyıq. Deməli, N kulon üçün də bunu vururam 10 üzərindən -9-a. Sonra aşağıda nə qaldı? J qaldı, 10. Bu 10-la da bu 0 bir-biri ilə ixtisar gedir. 5-i də 0,2-yə vuranda, bu da 0,4-ə vuranda, bu da edəcək 2. 2 vurulsun 10 üzərindən -9. 2 vurulsun 9, bu da var C variantında. Davam edək. Sahəmizi açaq. Deməli, vakuumda nöqtəvi yükün yaratdığı elektrik sahəsinin ondan məsafədəki nöqtədə intensivliyini hesablayın. İntensivlik nəyə bərabərdir? K, Q bölünsün R-in kvadratı. K-nın yerində sabit cəmiyyətdir. 9 vurulsun 10 üstü müsbət 9 yazıram. Vurulsun Q-nün yerinə 1. Burada da N var deyən, N nə idi? 10 üzərindən -9 idi. Aşağıda da R-in kvadratı nədir? 0,2-nin kvadratı da 0,4 eləyər. Və bu 9-lar bir-birlərini götürdü, yerdə qaldı 90 bölünmüş 4. Bu da bizə nəyi verəcək? Demək 45, 225 B variantını. Gəldik 37-ci suala. Vakuumda nöqtəvi yükün yaratdığı elektrik sahəsinin ondan, bu da yenə eyni məsələdir. Gəlin birlikdə yazaq bunu da. Vakuumda nöqtəvi yükün yaratdığı elektrik sahəsinin ondan 0,3 metr məsafədə nöqtə intensivliyi verilib, bu yükün miqdarını hesablayın. Bunu necə tapırıq? İntensivliyin gəlin düsturunu yazaq. K, Q, R-in kvadratı. Burada bizdən soruşur nəyi? Bu yükün miqdarını. Yükü tapmaq üçün nə edirik? İntensivliyi R kvadratına vururuq, K-ya bölürük. Onda R kvadratının yerinə 0,3-ün kvadratı olan 0,9 yazaq. İntensivliyin yerinə nə yazırıq? 200. K-nın yerinə nə yazırıq? 9 vurulsun 10 üzərindən 9. Buradan vergülün birini sürüşdürək, 0-ın biri getsin. 9-lar ixtisar olsun. Burada da 0-ın biri getdi, 8 qaldı. 8 də o da olacaq 2 vurulsun 10 üzərindən -9.
Demək 9, 6. Onu da ixtisar eləyəndə n klondan A variantı. Əslində 6, deməli 10 üstü mənfi 9 idi n. Yəqin ki, sıfırlarını hardasa düzgün ixtisar eləməmişəm. Gəldik 38-ə. Elektrik sahəsi intensivliyinin vahidi əsas vahidlərlə necə ifadə olunur? İntensivlik nəyə bərabər idi? F bölünmüş Q-yə bərabər idi. F-in yerinə yazıram. Elə yazaq F bölünsün Q, yavaş-yavaş deyirik də. F-in yerinə nə yaza bilərik məsələn? F-in yerinə yazarıq MA. MA-nın yerinə nə yazırıq? Kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. İndi gəlirik nəyə? Deməli yükə, Q-nin yerinə nə yazırıq? Q də amper vurulsun saniyə idi də. Buradan heç nə. Qaldı saniyənin kubu oldu sadəcə olaraq. Kiloqram metr saniyənin kubu. Bu da var C variantında. Üfüqi vəziyyətdə qoyulmuş yüklənmiş lövhələr arasında müəyyən yükə malik M kütləli damcı sükunətdədir. Damcının yükü hansı ifadə ilə təyin olunur? Bunun bayaqların bir şəklini çəkdim, hardan gəldiyini göstərdim sizə. Formal olaraq əzbərləyin ki, sükunətdədirsə, tarazlıqdadırsa, deməli MJ bərabərdir Q vurulsun Y-yə. Buradan soruşur bizdən nəyi? Yükü, Q-nü. Q-nü tapmaq üçün nə edirik? MJ-ni bölürük intensivliyə. Bu da hansıdır? D variantı. Bu səfər isə intensivliyi soruşur bizdən. MJ bərabərdir QY-dən intensivlik bərabər olacaq. MJ bölünsün Q, Y variantı. 41-də Joule bölünsün V. Joule-un yerinə nə yaza bilərik? İş düsturu. Bəs işin yerinə nə yazarıq? Q vurulsun U. Voltun da yerində bir U var. Ular ixtisar gedər, gərginliklər. Yerdə qalar Q. Düzdür, hələlik gərginliyə keçid eləməmişik. Bunu tez salıblar bu voltu bura. Ancaq başqa da, yəni işləməsəz narahat olmayın. Hələ çünki ona keçid olunmayıb. Növbəti mövzudadır o. Əslində bunu rahat işləmək üçün təkrarda daha rahat işləyirsən. İlk dəfə olanda araya suallar qatışır bütün mövzularda demək olar ki. Aha, sahənin yekun intensivliyi modulu nəyə bərabər olmuş olar? 42-ci sualda. 42-ci sualda baxırıq ki, bax bayaq nə demişdik? Yüklər eynidirsə və hər ikisi eyni işarəlidirsə, tən ortada 0 olacaq intensivlik. Ona görə də burada 0 olan D-ni götürürük. Həmçinin burada da eyni olduğu üçün 0 olacaq, D variantını götürərik. A nöqtəsinin nöqtəvi yüklərin yaratdığı sahənin yekun intensivliyi. Əvvəla gəlin bax ikisi də mənfi olduğu üçün ikisi də özündən çıxacaq. Daha doğrusu özünə daxil olacaq. Hansı daha böyükdür? Yükü böyük olanın, bir dəqiqə, məsafə fərqlidir. Bir dəqiqə. Aha. Baxın, əvvəlcə gəlin bax bu yükə baxaq. Bu yük özünə çəkər, digər yük də özünə çəkər. Çünki mənfidirlər. Mənfi olanda hər ikisi özünə çəkmiş olur və ən böyük hansı olar? İndi ona baxaq. Əslində məsafə haqqında bizə məlumat verməlidirlər ki, çünki onsuz da yüklər eynidir. Yüklər eynidirsə, bəli, məsafəsi qısa olanın intensivliyi böyük olacaq. Ona görə də bax bu ikincisinin intensivliyi böyük olduğu üçün istiqamət də bu istiqamətdə olacaq. Bu da hansıdır? Sağ tərəfdə. Sağ tərəf haradır? B variantı. Gəldik 45-ə baxırıq. 45-də də yenə yüklər eynidir və hansının məsafəsi azdır? Deməli, onun intensivliyi də böyükdür. Onda elə bunun istiqamətində sol tərəfə bu səfər Y variantı. 46-ya baxırıq. Aha. İndi burada nə edir? Baxın, mənfi nə edir? Müsbətə tərəf gedir. Ancaq müsbətə tərəf 2 dənəsi var. Hansını seçək? Bax, bir kəsin dönüş var, geriyə U dönüş var. Onu götürməyin heç vaxt. İrəliyə doğru götürün. Çünki tək bir dənə müsbət çəkmir də bunu. Bunu gör neçə dənə müsbəti var burada. Onlar hamısı bunu çəkirlər. Bu da ortalama bir yol seçməlidir. Ona görə də bax onu seçirik. Geri qayıda bilməz. Bu qarşıda müsbət var, o necə geri qayıtsın?
47-dədir isə müsbətdir. Yenə də müsbət mənfi ilə cəzb olunar bu istiqamətdə. 48-ə baxaq, görək 48-də bizdən nəyi soruşur? Hansı sırada yalnız vektorial fiziki cəmiyyətlər var? Baxaq, elektrik sahəsinin intensivliyi biz deyirdik ki, vektorialdır. Qüvvə də məlum məsələdir, vektorialdır. Elə budur variant olaraq. Heç nə, elə budur. Məsələn, digərlərini istəyirsə baxaq, görək niyə deyil. Bax, burada yük var, vektorial deyil. Yük var, vektorial deyil. Gərginlik vektorial deyil və s. və ilaxır. Gəldik 49-a. Yekun istiqaməti soruşacaq bizdən. Bax, mərkəzdə nə demişdik? Əgər yüklər, eyni yüklər yoxdur. İndi gəlin başlayaq. Bax, birinci bu yükdən başlayaq. Bu yük neyniyər? Müsbətdir, özündən itələyər. Bu yük neyniyər? Mənfidir, özünə çəkər. Gəldik digərlərinə. Bu yük mənfidir, özünə çəkər. Bu yük müsbətdir, özündən itələyər. Baxın, yekun hansı olacaq? Tən ortadan. 3. C variantı. 50-yə baxırıq. Kütləsi M olan, yükü 2 olan zərrəcik, intensivliyi Y olan bir cis elektrik sahəsi qüvvə xətlərinin istiqamətdə hərəkətə başlayır. Wow. Onun sürəti hansı ifadə ilə təyin olunur? Gəlin şəkil çəkək burada. Şəkilsiz olmayacaq. Kütləsi M, yükü 2 olan zərrəcik, intensivliyi Y olan bir cins elektrik sahəsində qüvvə xətləri istiqamətində hərəkətə başlayır. Bir cins elektrik sahəsini çəkirik. Kütləsi M, 3 olan zərrəcik. Aha, burada da mənfidir, burada da müsbətdir. İndi qüvvə xətləri istiqamətində deyirsə, V sağ tərəfədir. T zaman müddətinin sonunda onun sürəti hansı ifadə ilə təyin olunar? Son sürəti bizdən soruşur. Başlanğıc sürət 0-dır, çünki atdığı ora bu başladı hərəkət eləməyə. V0 bərabərdirsə 0-a. Onda deməli son sürəti necə tapırıq? V bərabər idi. V0 üstəgəl AT deyildi. V0 yoxdur deyə yerdə qalacaq A vurulsun T-yə. A-nın yerinə nə yaza bilərik? F bölünsün M yazarıq. Bəs F-in yerinə nə yaza bilərik? Q vurulsun Y yazarıq. Q vurulsun Y, bölünsün M, vurulsun T. Bu da hansında var? M, T, Y variantında. də kütləsi M olan, yükü 2 olan zərrəcik, intensivliyi Y olan bir cins elektrik sahəsində qüvvə xətləri istiqamətində hərəkətə başlayır. Eyni bayaqçı kimi. Zərrəciyin yer dəyişməsinin modulu S olarsa, sahədə aldığı sürəti tapın. İndi biz yenə sürət axtarırıq. Bu səfər sürətin hansı düsturundan istifadə edə bilərik? İçində A olsun, S olsun. Gəlin baxaq, S-in hansı düsturlarını tapırdıq? Təcillə olan, zamansız. Zamanın olmadığı, təcilin olduğu. Hansı düsturu bilirdik? V-nin kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2 A-nı tanıyırdıq, düzdürmü? Burada başlanğıc 0-dır da, çünki elə oradan hərəkətə başlayır. Buradan biz nəyi axtarırıq? V-ni. V-ni tapmaq üçün nə edirik? V kvadratik olduğu üçün kök altında S-i bölürük 2, daha doğrusu vururuq 2A-ya. Vurma kimi gedəcək bunlar. İndi buradan da bərabərdir. S-i olduğu kimi saxlayırıq. 2-ni olduğu kimi saxlayırıq. A-nın yerinə nə yaza bilərik? F bölünsün M. F-in də yerinə QY yaza bilərik. Onda bu da olar QY bölünsün M. 2S QY bölünsün M harda var? B variantında var. Gəldik 52-ci suala. 52-ci sualda intensivliyin deməli Y-dir B nöqtəsində. A nöqtəsində yaratdığı intensivlik Y-dirsə, B nöqtəsində yaranan intensivlik nəyə bərabərdir? Baxıram ki, A nöqtəsində məsafə 1, 2, 3, 4 dammadır. Ancaq B nöqtəsində 2 dammadır. Yəni məsafə neyniyib? 2 dəfə azalıb. Əgər məsafə 2 dəfə azalıbsa, intensivlik də məsafə ilə kvadratik tərs asılı olduğu üçün intensivlik artacaq. Neçə dəfə? 2-nin kvadratı olan 4 dəfə. O da olacaq D variantı.
Açar sözlərdən. Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu 100% intensivlikdir. İçini yazdıq bura. Yükün miqdarı ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs asılıdır. Elektrik sahəsinin intensivliyi bu sahəyə gətirilən sınaq yükündən asılı deyil. Bayaq da yadınızdadırmı? Bir sual gəlmişdi ona dair. Sahənin yaradan nöqtəvi yük müsbətdirsə, elektrik sahəsinin intensivlik vektoru sahənin istənilən nöqtəsində nöqtəvi yüklə sahəni baxılan nöqtəsini birləşdirən xətt boyunca müsbətdirsə özündən çıxacaq. Yükdən xaricə doğru 1, mənfidirsə özünə daxil olacaq. Yükə doğru 4. Hansıdır bu da? 2, 3, 1, 4. 2, 3, 1, 4. 2, 3, 1, 4. A variantı. İki kürəciyin A nöqtəsində yaratdığı elektrik sahəsinin yekun intensivliyi Y-dir. İndi kürəciklərin yüklərinə baxıram. Baxın, bizə yekunu veribsə həmişə nə edirik? Yekunun bir sağından xətt çəkirik, bir solundan. Bax, bunu unutmayın. Bu çox vacib bir qaydadır. Bir sağından, bir solundan. Qoy rəngini biraz canlı götürək. Aha. Deyirsiniz ki, sağından məsələn, niyə bu istiqamətdə yox, elə onu götürdük. Yəni sağından, solundan çəkirik, söz yox. Ancaq elə eləyək ki, uyğun da gəlsin də, bunun davamı olsun, baxın. Aha. İndi bax bu A nədir? Kürəciyin A nöqtəsində elektrik sahəsinin, kürəciyin yüklərinin. İndi baxın, A-nı məsələn müsbət götürək ki, çünki A haqda bizə məlumat verməyib baxın. Ona görə A-nı müsbət götürsəm, onda nə edərəm? Deməli Q1 də müsbət imiş ki, bunu itələyibdir. Deməli Q2 mənfi imiş ki, bunu cəzb edibdir. Onda A-nı müsbət götürəndə bu müsbət, bu mənfi olur. İndi bir dəfə də gəlin A-nı mənfi götürək. Çünki bizə məlumat verməyib, bizim ixtiyarımız yoxdur öz başımızdan nəsə eləməyə. A-nı mənfi götürəndə bu da mənfi olacaq, bu müsbət olacaq. Bu səfər bu mənfi, bu müsbətdir. Yəni bu iki variantın hansı olsa götürə bilərik. Biri müsbət, biri mənfi olacaq. Bundan əslində 2 dənə var. Niyə? İki kürəciyin A nöqtəsində yaratdıqları elektrik sahəsinin yekun intensivliyi. Hə, burada yük yoxdur, üzürlü sayın. Burada yük yoxdursa, bunu necə işləyəcəyik? Özündən çıxır, özünə daxil olur qaydasıyla. Baxın, burada Q1 özündən çıxırsa, deməli müsbətdir ki, özündən çıxır. Q2 özünə daxil olursa, deməli mənfidir ki, müsbətlə mənfinin də olduğu hansıdır? Müsbət, mənfi, C variantı. Tamam, başqa yöndən baxdım suala. 55-ə baxırıq. A nöqtəsində yüklərin yaratdığı sahənin yekun intensivliyi. Baxın, yüklər ikisi də eynidirsə və mənfidirsə, bax bu mənfi də özünə çəkir, bu da buradan özünə çəkir. Və hansı daha böyük çəkir? Məsafəsi az olan. Çünki elektrik intensivlik məsafə ilə tərs asılıdır. Ona görə nəhayətində sağa getmiş olacaq A variantı. Aha, indi A nöqtəsində intensivlik Y olarsa, yaratdığı yekun intensivliyi, Q1-in, deməli bizə nə deyir burada? Deyir ki, A nöqtəsində Q1-in yaratdığı A olarsa, Q1-in yaratdığı Y olarsa, baxın, məsafə eynidir. İntensivlik də yüklə düz asılıdır. Əgər Q1-in yaratdığı intensivlik Y olarsa, Q2-nin yükü 2 dəfə artıqdır. Biri var 3, biri var 9. Q2-nin yaratdığı 2 dəfə artıq, 3 dəfə artıq olduğu üçün bu olacaq 3Y. Bunu müəyyən elədik. İndi gəlin görək, bunu toplayaq, yoxsa çıxaq. Baxıram. Baxın, burada bu müsbətdir, özündən itələyəcək. Bu mənfidir, özünə çəkəcək. Hər halda hər ikisi eyni istiqamətə döndüyü üçün toplanıb olacaq 4Y, bu variantı. Belə də yüklər fərqlidirsə toplanır, eynidirsə çıxılır. Bunu da əzbərləyə bilərsiniz istəsəz rahat olsun deyə. Buradan başlayaq. A nöqtəsində A-nınki A yükü, deməli birinci yük Y-dirsə, ikinci yük nədir? Baxıram ki, bu səfər yüklər eynidir. Bu səfər yüklər eynidir. Bu səfər məsafə fərqlidir. Məsafə ilə də kvadratik tərs asılıdır. İndi Q1-də Y-dirsə, Q2-nin məsafəsi nə edir? 3 dəfə azalır. Məsafə 3 dəfə azalırsa, intensivlik bunun kvadratı qədər artır. 9 dəfə artır. Yəni olur 9Y. İndi əgər fərqli işarələr olsaydılar, toplayardıq. Eyni olduğu üçün çıxacağıq 9Y-dən. Y-ni yerdə qalacaq 8Y. Niyəsini də deyim hər ehtimala qarşı. Baxın, bu özündən itələyəcək, bu da özündən itələyəcək. Əks olduğu üçün çıxılacaq.
Gəldik 58-ci suala. Q yükünün elektrik sahəsinin çevrə üzrə AB nöqtələrinin intensivlikləri modulları arasındakı hansı münasibət doğrudur? Baxaq, Q eyni yükdür. Biz baxırıq nəyə? Məsafəyə. Məsafə B ilə olanda 2R-dir. A ilə olanda isə baxın, burada R-dir, burada R-dir. Hipotens nəyə bərabər olacaq? R kök altında 2-yə. İndi 2R-in kvadratı olacaq. Bir dənə sahə açaq burada ən yaxşısı. Baxaq, burada 2R-dir, burada R kök altında 2-dir. Onda 2R-in kvadratı 4R idi. R kök altındanın kvadratı da 2R-dirsə, neçə dəfə fərqlənir? 2 dəfə. Yəni, hansı böyükdür? Yaxındakı A nöqtəsindəki. A, B-dən 2 dəfə böyük olduğu üçün B-ni 2-yə vururam. Bu da olur Y variantı. Tərəfləri A və 2A olan düzbucaqlının A və B təpələrində nöqtəvi Q yükünün elektrik sahəsinin intensivlikləri arasındakı münasibətə baxırıq. Baxıram, A ilə aradakı məsafə, bax, yük eyni yükdür. İntensivlik də məsafənin kvadratı ilə tərs asılıdır. Düzdürmü? İndi A nöqtəsində məsafə 2A-dırsa, B ilə, baxın, arada, bura A-dır, bura 2A-dır. Deməli, nə edirik? Hipotenuzu necə tapırıq? Bunların Pifaqorla. 2A-nın kvadratı olacaq 4A kvadratı, A-nın kvadratı olacaq sadəcə A kvadratı. Topladıq oldu kök altında 5, A-nın kvadratı, A da çıxdı oradan. Yerdə qaldı A vurulsun 5. Kök altında 5. Yəni, bura oldu A kök altında 5. İndi nə edirik? Kvadratik tərs aslı olduğu üçün baxıram, birinci halda 2-nin kvadratı eləyir 4, ikinci halda kök 5-in kvadratı edir 5. Onda deməli hansı böyükdür? Əvvəla gəlin onu tapaq. Hansı böyükdür? B, A, bircə dəqiqə, kök 5. 2-nin kvadratı 4-dür. B daha böyükdür. Bircə dəqiqə. Burada oldu A, kök altında 5. Burada oldu 2A. 2A-nın kvadratı da kök altında 4 olduğu üçün bura daha böyükdür. Aha, A daha yaxında olduğu üçün A-nın intensivliyi böyükdür. Nə qədər? 5 böl 4 qədər. A-nınki böyükdür deyən B-ni vuracağıq. Bu da oldu A variantı. Burada görək necə işləyirik. Burada da A böyük olacaq. Hipotenus hər zaman katetlərdən böyük olurdu da, məlum məsələdir. Burada neçə dəfə? 3A-nın kvadratı olur 9. Qoy Pifaqorla tapaq bir gözünüzün önündə. 9A-nın kvadratı üstə gəlsin. Burada da nə var? A var. A-nın kvadratı. Bu da eləyir kök altında 10 A-nın kvadratı. A çölə təmiz çıxır. Yerdə qalır A vurulsun kök altında 10. Onda kök 9-un kvadratı eləyir 81. 9 nə idi? Elə 3-ün kvadratı 9 üzrlüsən. Burada var 3-ün kvadratı edir 9, kök 10-un kvadratı eləyir kökdən təmiz çıxır 10. Deməli 10 bölünsün 9 dəfə böyükdür. Hansı A? Ona görə B-ni vururam 10 böl 9-a. Variantımız eləyir A variantı. 61-də nöqtəvi Q0 yükünü hansı nöqtədə yerləşdirmək lazımdır ki, o tarazlıqda olsun? Onda bir dənə əlimizdə nöqtəvi Q yükü var. Əlavə kənardan gətirmişik. Görək onu harda yerləşdirək. Baxın, nöqtəvi yük Q deməli cazibə qüvvəsi və ya da itələmə qüvvəsi olsun, fərqi yoxdur. Yüklə düz asılıdır. Ancaq məsafənin kvadratı ilə tərs asılıdır. Ona görə də yükləri nə edirik? Kök altına salırıq. 1 nəyin kvadratıdır? Elə bilin. 9 nəyin kvadratıdır? 3-ün. Onda məsafəni 3-ün 1-ə nisbətində paylayacağam. Yük az olana, bax, 3 bölgü buradan gələndə 1, 2, 3. 1 bölgü də buradan gələcəm. Bir nöqtəsində 0 olacaq. Yəni tarazlıqda qalmış olacaq. Böyük tərəfdən 3 gəlirəm, kiçik tərəfdən 1. Niyə? Məsafə ilə kvadratik olduğuna görə o kvadrat söhbətini unutmayın. Burada da baxın indi nə edəcəyik, harda yerləşdirək? 4 nəyin kvadratıdır? 2-nin. 1 nəyin kvadratıdır? Elə 1-in. 2-nin 1-ə nisbətində olacaq.
2 buradan gələndə 1 buradan gələcəm. Bu da oldu ikinci. Bu variantı. 63-də damcı kondensatorun lövhələri arasında tarazlıqda olarsa, bu necə tarazlıqda ola bilər? Axı bunu aşağıya doğru bir enci ağırlıq qüvvəsi çəkir. Deməli, yuxarıya doğru da bir kulon qüvvəsi var imiş. Onda belə çıxır ki, bu yük necə yükdür? Müsbət yükdür. Çünki mənfiyə cəzb olunur. Onda damcı müsbət yükə malikdir, bəli. Mənfini silirəm. Damcıya kondensatorun elektrik sahəsi tərəfindən təsir edən qüvvə ağırlıq qüvvəsinə bərabər imiş ki, bəli, bu F qüvvə ağırlığa bərabərdir ki, bu tarazlıqda qalır. Əks halda tarazlıqda qala bilməz. 4-ə damcıya qüvvədən böyükdür? Xeyr, bunu götürə bilmərik. Damcı kondensatora elektrik sahəsi tərəfindən təsir edən qüvvə ağırlıq yox, onu da götürə bilmərik. Damcı elektrik yükünə malik deyil. Bunu götürə bilərikmi? Bunu götürə bilmərik. Çünki malikdir də elektrik yükünə. Çünki orada yük var axı. Yük var ki, yuxarı gedir. Malik olmasa o düşərdi aşağı. O da qaldı nə? 1 ilə 3-ün olduğu. Gəldik 64-ə. 64-də bunu aşağıya doğru bir mg ağırlığı var. Əgər bu tarazlıqda qalıbsa, deməli bunun yuxarıya doğru da bir F-i var imiş. Və bunlar ikisi bir-birlərinə bərabər imişlər. İndi bu hansı yük olar yuxarıya gedən? Mənfi imiş ki, müsbətə cəzb olunub. Ona görə burada mənfini götürürük və bir-birlərinə bərabərdir olanı götürürük. 3. Sonra yükə malik deyil, xeyr, yükə malikdir də, malikdir ki, yuxarı gedir. Bu da oldu 2 və 3-ün olduğu. Yenə də tarazlıqdadır. Yenə də bunu aşağıya doğru bir mg-si var. Yuxarıya doğru bir cazibəsi var. Əgər yuxarıda hansı yük olmalıdır ki, bu yuxarı getsin? Axı bu müsbətdir, deməli yuxarıda mənfilər olmalıdır. Onda aşağıda da müsbətlər tərsinə. Kondensatorun yuxarısı mənfidir, doğrudur. Kondensatorun yuxarısı bu səhvdir. 3-də damcıya kondensator ağırlıq qüvvəsinə bərabərdir. Bəli, bərabərdir ki, bu stabil qalıbdır. Sonra kondensator yüksüzlüyü götürə bilmərik. Əlbəttə yüklüdür. 2 və 3-ün olduğu cavabı götürərik. İntensivlik verilib, yük verilib, qüvvəni soruşur. Aha, qüvvə bərabərdir nəyə? İntensivlik vurulsun yükə. İntensivliyin yerində 10, yükün yerində kilo K ilə olanda, indi gəlin biz bunu bizə elə çevrə-çevrə yazaq, variantı da konkret tapaq. Deməli, K ilə olanda biz nə edirdik yadınızdadırsa, 1000-ə vururduq. Onda 10-u vururam 10 üzərində 3-ə. Bir dəfə də Q var. Q-nün də yerində 20 yazıram. İndi L-lə olanda nə edirdik? Vururduq 10 üzərindən -9-a. İndi nə edək? Bax, buradakı sıfırları ixtisar eləyəndə, yəni bura gələndə bu olur 5. 2 dənə sıfır əlavə eləyirik. Bu da eləyir 2 vurulsun 10 üzərindən 5 ilə 9 da ixtisar elədik -4. Onda deməli biz bilirdik ki, 10 üzəri -3 nədir? MK-dır. Bizdən də elə MK ilə istəyirsə, bu üçün deməli bu da eləyir 10-un birini bura ataq ki, burada -3 qalsın da. Bu da eləyir 0,2. Yox, bircə dəqiqə. 2 0-ı bura ataq. Bir dəqiqə. 20. Qoyun yenidən eləyim çünki burada artıq beynim qarışdı. Sonlara yaxındır, yorğunçuluq oldu. Əvvəla intensivliyi vururuq Q-yə, yükü tapmaq üçün. Deməli, qüvvəni tapmaq üçün. İntensivlik vurulsun Q. İntensivliyin yerinə nə yaza bilərəm? 10 kilovatla verdiyi üçün qiyməti. Onda vururam 10-u 10 üzərindən -3-ə. Bunu da vururam. Q-nün yerinə yazıram 20. 20-ni də vururam N kulona. N kulon bizə nəyi verir? N kulonu necə çevirdirdik? 10 üzərindən -9 kimi. Baxaq. Buradan deməli bu 0-ın biri gəlsin bura 4 olsun. Bu 0-ın da biri 5 olsun yenə də. Bu da elədi 2 vurulsun. MK kulonla istəyirsə bizdən. Aha, 2 vurulsun 10 üzərindən -4 götürə bilərik bunu ixtisar eləyəndə. Bizdən cavabı isə
istəyir m kalkulonla. M kalkulon nə deməkdir? 10 üzərindən -6. Onda bir dəfə də bunu 2 dənə sıfıra vurmalıyam ki, m kalkulona çevirə bilim. Bu da oldu 200. Nöqtəvi elektrik yükündən 1 sm məsafədə intensivlik budursa, bu yükdən 2 sm məsafədə intensivlik. Biz bilirdik ki, intensivlik məsafə ilə kvadratik tərs asılıdır. Məsafə 2 dəfə artsa, intensivlik onun kvadratı 4 dəfə azalır. 8 idisə 4 dəfə azaldı, oldu 2. Məsələn. 66-da elektrik yükündən 10 sm məsafədə intensivlik 3-dürsə, 5 sm. Məsafə neynədir? 2 dəfə azaldı. Məsafə 2 dəfə azaldısa, intensivlik neynəyər? 4 dəfə artar, kvadratı qədər. 3-ü də 4 dəfə artırdım, oldu 12. Gəldik 69-a. Vakuumda 2 n kalkulon nöqtəvi yükün yaratdığı elektrik sahəsi ondan 0.2 metr məsafədə nöqtəvi intensivliyin modulunu. Aha, baxaq. İntensivlik nə idi? K, Q bölünsün R-in kvadratı. K, Q, R kvadratı. K-nın yerinə nə yazıram? Bax, bu ifadəni 9 vurulsun 10 üzərindən 9. Q-nın yerinə bu ifadəni yazıram. 2 vurulsun. N klon nə idi? 10 üzərindən -9. Məsafə də 0.2-nin kvadratı eləyəcək 0.4. Buradan bir 0 ataq, 9-un da yanına bir 0 ataq. Buradan ixtisar oldu 2, ixtisar oldu 45. Bunlar ixtisar getdi, yerdə qaldı 45-in özü. Aha, indi gəlirik 70-ci suala. 70-də nöqtəvi Q0 yükünün A nöqtəsində yaratdığı elektrik sahə intensivliyi B nöqtədəki moduluna nisbətini hesablayın. Gəlin bir-bir A-nı ayrı tapaq, B-ni ayrı tapaq. Baxaq, intensivlik bərabər idi. Y bərabərdir K, Q bölünmüş R-in kvadratı. K hər kəs üçün eynidir. Q də hər kəs üçün eynidir, görürsünüzmü? Qaldı məsafə. İntensivlik məsafə ilə kvadratik tərs asılıdır. İndi bir dənə məsafəni tapsaq, işimiz bitdi. Baxaq, A nöqtəsindəki məsafəni gəlin tapaq. Bax, bu sıfırla. Bunu bir 3 bucağa tamamlasaq, burada var 1 dama, burada var 2 dama. Buradan hipotenuzu taparıq. Necə? Kök altında Pifagorla 1-in kvadratı 1, 2-nin kvadratı 4, bu da olacaq kök altında 5. Bura oldu kök altında 5. Yazıram bura kök altında 5. Gəlin indi ikinci tərəfi tapaq. B üçün tapaq. B üçün, aha, əyri çəkdik, qəşəng səliqəli çəkək. İkinci sual qəşəng sualdır. B üçün bir tərəf katetin 1, bunu 3 bucağa tamamlasaq. Katetin biri 3 damadır, biri 1 damadır. Pifagorla 3-ün kvadratı 9, 1-in kvadratı 1, bu da elədi. Kök altında 10. Deməli, biri kök altında 5-dir, biri kök altında 10-dur. Neçə dəfə məsafə fərq edir? 2 dəfə. İntensivlik də məsafə ilə kvadratik asılı olduğu üçün 2-nin kvadratı olan 4 dəfə götürəcəm. Bəs hansı böyükdür 4 dəfə? A yoxsa B? Əlbəttə ki, A böyükdür. Məsafəsi kiçik olan. Onda A-nı B-yə böləndə bizə verəcək 4. Yox, bircə dəqiqə. Axı bu kök altındaydı. Kök altında olanda kök altında 2 dəfə. Onun da kvadratı elə 2 eləyir. 2 dəfə olmuş olacaq. Kök altındanı unutdum mən. 2 dəfə böyükdür. Hansı A yaxındakı? A-nı da B-yə böldük. Bu da oldu 2 dəfə.